خادم الحسین و یا ناصر الحسین، یا خادم الحسین و یا ناصر الحسین، حی علی الحسین و سلام علی الحسین، حی علی الحسین و سلام علی الحسین، یا خادم الحسین و یا ناصر الحسین، یا خادم الحسین و یا ناصر الحسین، حی علی الحسین و سلام علی الحسین، حی علی الحسین و سلام علی الحسین، یا سیدی سلام علیک، یا سیدی سلام قلبی. بسم الله الرحمن الرحیم. Allah'ın bir adı El-Vahidul Müteferrid. El-Vahidul Müteferrid. Hazretleri Allah'ın bir adı var. El-Vahidul Müteferrid. Tek, ta yoktu. Onun mezheri neydi? Hazretleri ve huve nahnu. Rızık. Peygamber buyurdu ki Zehra'nın adı Tuffahatul Firdevs. Yani behiştün meyvesi. İnsan-ı kamil ağlasa alem ağlar. Gördüler Zehra ağlayır, tey ağlayır, tey ağlayır. Qorxeydiler Zehra birdən əli qalxıza görə. O yerdə ki Zehra qəzəb eləsə Allah qəzəb eləsə. Allah-u Teala deyir, Cealtuhu havzına vahyiz. Zehra, mən sənin bu balığın qəlbin xəzinə vahiy eləmişəm. Dedi, yəni Adəmdən xatəmə incən nə xədə gövdən vəhiy nazil olub, hamısını yığmışam Hüseynin qəlbinə. Peyğəmbər dedi, Zəhra, sənin bu balığın, boğazının, qanının müzdiyi imamətdir. Allah-u Teala Quranda Əmir əleyhissalami Peyğəmbərə Peyğəmbərin tuzağını məruf edir. Əmir əleyhissalam getdi gecənin aləmi Zəhranın biləxərə kəfənin bəndin bağlayanda gördü o balalar gözləri ilə iltimas eləyirlər. Yıxıldılar Zəhranın sinəsinə. Əvvəl şey ki dedi, İmam Hüseyin ağa dedi, ana, cəddimizə salam yetir. Denəm biz səndən sonra qəlbi sınıq yetim olduq. Zəhra rəziyyədi, Zəhra mərziyədi, Zəhra raziyədi, Zəhra bətuldi, Zəhra Fatimədi. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والصلاة والسلام على رسول الله الامین و على آله الطاهرین واللعن الدائم على اعدائهم اجمعین. Bugün bu möhtəşəm və nurani məclis Həzrəti Fatimə Zəhra Salamullah əleyhanın mübarək və nurani adı ilə bağlı təşkil olub. Əziz möminlər, möhtərəm dostlar, qardaşlar, xanımlar, ağalar, xanım Fatimə Zəhrani, Əhl-i Beyti sevən insanlar bu məclisdə iştirak edirlər və
İslam Peyğəmbərinin yeganə və məsumə qızına yas məclisi bərpa eləyib və o məclisdə hazır olublar. Ümumən məclisdə iştirak eləyən əzizlərdən təşəkkür edirəm, öz minnətdarlığımı bildirirəm. Bizim bu məclisə dəvətimizi qəbul etmişsiniz və sizin nurani məhzərləri üzrən bu məclis daha çox zinət alıb özünə. Xüsusilə möhtərəm qonaqlarımız, səfir cənabları, əziz həmkarlar, uzaqdan gələn qonaqlar, hamısına mən salamlayıram və Allahdan o qədəmlərə rəhmət və bərəkət diləyirəm. Bizim məclisimizdə bugün İslam dünyasında görkəmli alim, möhtərəm ruhani, mən deyərdim Ayətullah iştirak eləyir və bizim məclisimiz xanım Fatimə Zəhranın nəsli ilə bugün bərəkət tapıb və artıq nuraniyyətə malikdir. Siz mənim əziz dostum və qardaşım Seyid Həsən ağanın adı ilə tanışsınız. Onun dəfələrlə bu məclisdə adı zikr olub. Mən hərdən danışıqlarımda da bəzən ağanın sözlərindən bəzisini nəql eləyərəm, bəzisini adı ilə, bəzisində də heç adını gətirməmişəm. İndi bugün ağa özü məclisimizdə iştirak eləyir. Qum Hövzəsinin ustadlarından biri, Ərdəbil vilayətində hüzuri olan və ali rəhbərin təmsilçisi və Ərdəbil şəhrinin möhtərəm İmam Cüməsi bizim məclisimizdə iştirak eləyir. Mən onun qədəmlərini əzizləyirəm, onun ömrünə, nəfəsinə, nəslinə Allahdan bərəkət diləyirəm, arzu edirəm. Uzun ömür və can sağlığı Allahdan ona yalvarıram və öz minnətdarlığımı bildirirəm ki, mənim dəvətimi qəbul edib və bugün bizim məclisimizdə iştirak edir və inşallah bu neçə günü onun pak nəfəsindən və nurani vücudindən istifadə edəcəyik. Mən bundan artıq sizin vaxtınızı almıram və ağadan xahiş edirəm. İnşallah buyursun, istifadə edək. İnnəllaha və mələikətəhu yusalluna alən-nəbi ya eyyuhəl-ləzīnə āmenū sallu aleyhi və sallimu təslima. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولا سيما بقية الله في الأراضين
واللعن الدائم على اعدائهم اجمعین. اللهم تعالی شاکرم o lütf و merhameti halıma şamil edeyipti. Allah-u Teala'nın halis bendeleri Emir Aleyhisselam'ın halis şialerinin mehzerinde sahət-i Qudsiye Hazreti Zahra Selamullah Aleyha'ya arz edeb eləyəm. Baniyan bu meclisten mexsusen server muazzam عالم دانشمند اندیشمند بزرگ اسلامی جناب آقای ازاق نجاتان من تشکر eləyəm ki bu مقدماتی فراهم elədilər تا فضای bu شهر تاریخی شیعیده حضرت زهرا سلام الله علیها ادب eləməklik tənin əfkən ola. Bir dənə şəxsiyyəti istəsək bərrəsi eləyək, onun barəsində danışaq, neçə yolu var. Biri budur, Quranın baxışığı ilə baxaq, görək Quran nə cür ona baxıb. Biri budur, Peyğəmbərin sirəsi ilə, sözü ilə baxaq, görək Peyğəmbər ona nə cür baxıb. Biri budur ki, cəvami rivai ilə onun şəxsiyyətinə baxaq, görək Əhl-i Beyt ona nə cür baxıb. Biri budur ki, tarixə baxaq, görək tarixdə bunun suluki nə cür olub və tarixdə bunun dolanışığı nə cür olub, hansı asar sahibi olub. Bu da bir yol deyim. Və mübarək yolların biri budur ki, o şəxsiyyətə, o şəxsiyyətin adları ilə baxaq. Çünki əl-əsma'u tunzəlu minəs-səma, bu iki deyilər göydən ad nazil oley, bu hər kəsin də dər həqqində, hər kəsin barəsində düz olmasa, məsimin barəsində düzdür. Çünki bunların adları Allahın tərəfindən nazil olub. Hatta o zaman ki Hazreti Zeynəb Salamullah Aleyha dünyaya gəldi, Ağa Resulullah səfərdə idi. Zəhra götdü balanı Əliyə dedi, ad qoy. Dedi, Zəhra, sənin balaları və Peyğəmbərə sibqət almaram ad qoymaqlıqda. Ta səfərdən Resulullah gəldi. Balanı götdülər Resulullahın mübarək əlinə verdilər, dedilər, ya Resulullah ad qoy. Dedi ki, mən Zəhranın balalarının adını qoymaqda Allaha sibqət tutmaram. Cəbrail nazil oldu. Dedi, ya Resulallah, Allah-u Teala deyib bu uşağın adını qoy Zeynəb. Yəni, Əlinin zinəti. Nəinki bir dənə gülün adıdır, bir güvərtinin adıdır. Bir güvərti adı qoymaq belə kəp-kəpə istəməz. Əli, vilayət-i külliyyə ilahiyyə. Əgər istəyə bunun zinəti ola, olar Zəhra. Nə qədər söz yatıb burada? Bu adlar, biz kələmat şayət türkçü olmayan hamısı, bu adlar numudi az daraiye şəxsidir. Yəni bu şəxsin nəyi var, onun görükümüdür bu adlar. Biz şayət birindən xoşumuz gələ, bir uşağın adını qoyaq Ayətullah. Necə ki İranda var. Gələk şəhriyə almağa deyə adın nədir? Dey Ayətullah filan kəs, o da bir əcib baxıyıb buna. Bunun adı Ayətullah, özü nə deyir Ayətullah? Amma bu Ayətullah olmadı. Bu adlar için nazil oley, Allah-u Teala özü ad qoyur. Bugünləri bu cümləni qəşəng xatırında saxla. Allahın aləmdə neçə işi var. Allahın bir işi ad qoymaqdır. Alan sən iki yerləşibsən burada, sənə ad qoyub. Sənin iki adın var. Sənin bir adını anan qoyub, atan qoyub. Amma bir adı da Allah-u Teala özü qoyub. Allah-u Teala hamımıza ad qoyub. Rivayətdə var, bəzi adam sümmiyə fis-səmai kafira. Bəzi adam var sümmiyə fis-səmai xinzira. Bəzi adam var sümmiyə fis-səmai kəlba. Bəzi adamın adını o cür qoyurlar. O yırtıcı əxlaq ki var. Onun iqtizası budur ad qoyuluna. Bəzi adam var bir adı yoxdur.
Məhşərdə də adamı gətirəndə bu adlarla gətirəylər. Nə ata, ana adı ilə. Məhşərdə bəzi adamı 4 adıyla gətirəylər. Yud'a bi ərbəəti əsma. Məhşərə gələk 4 adı var. O qədər qarışıb, yəni hər heyvandan bir xəsləti bunda var. Və təbir Cənab-ı Mevlevi, üzr istəyən bu şeiri oxumaqdan ki farsıdır. Bir şey آمد وجود آدمی. İnsanın içərisi qayol meşə. Bərhəzər şovun cüzün vücudər adəmi. Əgər adamsan, özünü qoru bu meşə olmaqlıqdan. Bərhəzər şovun vücudər adəmi. Hokm an xurast, kan qalibtər است. Allah nə surətdə gətirək məhşərə səni? Mevlevi deyik, o adı ki qalibdir, o adına gətirək. حکم آن غورا خوراست کان غالبتر است چون که زر بیش از مس آمد آن زر است. Elə ki həm mis var, həm qızıl var qatıblar, hansı çox oldu, onun adı ilə gətirərlər, onu tərif elərlər. Ruhu şad imamın, imam bir yetişəndə deyir, Mevlevi, bətər karıqıbsan, bətər iştibah eləyibsən. İnsanın içərisində xəslətlər, müxtəlif xəslətlər yığışıb, sən deysən qalib olan xəsləti gətirəcək, yox. Allah gətirəcək, xəslətlərdən bir məzun düzəldəcək. Bir şəkilə salıb gətirəcək ki, o şəkildə heyvan dünyada yoxdur. Sədra-i Şirazi deyir, heyvanat-ı axirət dünyanın heyvanatından çoxdur. Çünki buranın heyvanatının qüdrəti yoxdur, onu cəmaətə təsvirə çəkər. O da rivayətdə var, bəzi adam gələk, təhsunu indəhəl qirədətü fəl-xənazir. Dost, meymun onun yanında göyçəkdir. Bu Peyğəmbərimizin rivayəti. O da bizim alan adımız var Allah-u Teala'nın məhzərində. Bu adları ki Əhl-i Beytdə var, bu adları bir-bir gənəh bəhs oluna. Mən bir dənə Zəhranın istəyəm adından burada bəhs eləyəm. Və inşallah o birisi günlərdə Zəhranın bir vəsfindən bəhs eləyəm. Zəhranın nə qədər adı var? Zəhra Rəziyyədir, Zəhra Mərziyyədir, Zəhra Raziyədir, Zəhra Bətuldir, Zəhra Fatimədir. Bu adlar nə cür qoyulunubdur? İmam-ı Sadiq ağaya dedilər, niyə Zəhraya deyilər Fatimə? Həzrət deyirlər, ənnən nas fudimu ən mərifətəha. Çün əql bəşər nə qədər Zəhranın dalı sicaq qaça, Zəhraya çata bilməz. O da adın qoyublar Zəhranın Fatimə. Aya bunlar tarif idi. Bir cümlə ərz eləyəm, amma bir aləm ərzişi var. Bizim Peyğəmbərimiz məfxər-i kainat, usharə-i məxluqat, aləm məmurdur Peyğəmbərin qabağında xazı olan. Aləm məmurdur. Qeyr az o çarəsi yoxdur bəşəriyyət. Gərək xazı olan. Nə qədər bəşər qaçsa, axır başı daşa dəyib gələcək bu yola. O usulü ki Peyğəmbərimiz təsvir eləyib. Gərək gələ Peyğəmbərə xazı ola. Peyğəmbər kimə xazı edi? Peyğəmbər fəqət bir nəfərə məmurdur xuzu eləyər. O da Hazreti Zəhra salamullah aleyha. Necə xuzu eləyər? Harada görübsən ata? Gələ balanın əlini öp, hə? Ha? Görübsən? Ayşə deyir, Peyğəmbər Zəhra gələndə dureydi, qaçaydı qabağa. Qamə ileyha. Qamə heç vaxt eləylə mütəddi olmaz. Buna deyərlər təzmin. Yəni bu qamənin qarnında bir ayrı feil yatıb. Yəni qamə müstəqbilən ileyha. Dureydi Zəhranın qabağına gedəydi. Zəhranı əyləşdirəydi öz yerində. Deyim dalın. Aya bu əvatif-i familidir, siz yad verirəm Allaha. Çünki qızıdır bu işi görək. O şəxsi ki gələk, suxənrani elək, deyək ki dini qatmayaq, familçiliği qatmayaq dinə, ondan sual elə. Denən aya, görüb sən bir dədə balı ilə bu cür müamilə eləyə?
Peyğəmbər o qədər bu balalarına məhəbbət elədi, mənbərin üstündən tüşey qaçay, Hüseyin yıxılıb, Hüseyni qalxızay, mənbərə aparay, o qədər səcdədə qalay, çünki Hüseyin səcdədə Peyğəmbərin çiynindədir. Dedilər, ya Rasulallah, görməmişik biri, belə öz balasına məhəbbət eləyər. Bir cümlə deyib, qiyamətdir, qovğaldır, məhşərdir. Dedi, İnnəllâhə əmərəni be. Allah mənə əmr eləyib, ümmətin gözünün qabağında. Mən bu hürməti bunları eləyəm. Niyə? Bunların bərnaməsi var. Kinə də deyim, həzz eləyəsən büyüm. Elə ki, Hüseyin balaca uşaq idi, dili açılmaydı. Dili naqis danışıydı uşaqlığında, hələ dili açılmamışdı. Peyğəmbər gəldi Allahu Əkbər deyəndə, Hüseyin Peyğəmbəri təqlid elədi, deyənmədi. Cəbrail nazil oldu, dedi, ya Rasulallah, Allah de bir dedi. Peyğəmbər cinə dedi, Allahu Əkbər. Hüseyin təqlid elədi, cinə deyənmədi. Cəbrail nazil oldu, ya Rasulallah, Allah de bir dedi. 7 dəfə Peyğəmbərə təkbir dedirtdirdi Allah. Odur təkbirat-ı iftitahiyyə, namazda olub 7 dənə. 7 dəfə cərət deyəsən, Allahu Ekber, Allahu Ekber, 7 dəfə sonra təkbirat-ül ehramı deyəsən. Müstəhəb idi, təkbirat-ı iftitahiyyə. Aya bu dindir ya yox? Bu familçilikdir ya dindir? Mən harasın bunu ərz eləyim? Burada sözlər yatıqdır ki, Ağa Resulullah bu inayəti, bu təvəccühü öz balalarını eləyibdi. Aya bu məsələ-i familidir. İmam Hüseyndən söz gəldi. Qoy məclisimiz münəvvər olsun Həzrətün fəziləti ilə. Elə ki, Zəhra salamullah əleyha bu balıya hamilə oldu. Ağa Resulullah günlərin bir günü düşdü səcdiyə, o ki var ağladı. İmam Hüseyin ağa deyir, mənim cəddimin söyüncəkliği bu idi, biz də öyrəsində olaq. Həsən, Hüseyin, Fatimə, Əli. Düşdü səcdədə o qədər ağladı. Əli bir tərəfdə əyləşir, Zəhra bir tərəfdə, Peyğəmbər də düşdü səcdiyə. Üçbü zürcə var. Naməhrəm də yox. Başın qalxızdı. Əmir əleyhissalam ərz elədi, ya Rasulallah, belə niyə sən ağladın? Dedi ki, Cəbrail nazil oldu. Dedi, ya Rasulallah, bu balıya ki, Zəhra hamilədir, bu balanın suyun kənarında sənin ümmətin susuz şəhid eləyəcək. Güvə baxacaq, gövü tar görəcək. Dodaq yarı olacaq, dil yarı olacaq, kəbət yarı olacaq. Allah-u Teala Musaya Hüseynin müsibətini deyəndə susuzluq müsibətindir. Həzrəti Cəbrail Adəm-i Əbülbəşərə Hüseynin rozasını oxuyanda susuzluq rozası yox. Balası İmam-ı Səccad elə ki atasını dəfn elədi, istədi qəbrin üstünə Hüseynin bir müsibətini yaza. Yazmadı başı daldan zib olub. Yazmadı atlar ayağında paymal olub. Biləysən nə yazdı? Yazdı Hazar qəbru Hüseyin ibn Əli Əlləzi qətəluhu ətşana. Günlərin bir günü əyləşərsən sənə susuzluq rozasını oxuram. Ağa Resulullah dedi, mənə dedi, bu bala susuz şəhid olacaq. Zəhra ki bunu eşitdi, döndü dedi, ya Resulallah, mən bu balanı istəmirəm. Mərhum Allamə-i Əmini bir kitab yazıb Sirətuna və Sünnətuna. Orada bir bətər söz deyər. Deyər, niyə Zəhra dedi bu balanı istəməyəm? Deyər, axı nənənin arzusu var. Sabah bunu beşicə salacaq axı.
Axı sabah buna lay lay deyəcək. Hansı arzu ilə buna lay lay desin? Hansı arzu ilə bunu qucağına alsın, nəvaziş eləsin? Ha? İndi hazırsan bir dənə sənə bir cümlə deyəm, amma yadigarı saxlayasan ürəyində. Gedib xəlvətdə ağlayasan, ha? Xəlvətdə. Axı Hüseyin Əmir əleyhissalamın balasıdır da. Zəhra deyir, baba bu balanı bu cür şey olacaq, susuz öləcək. Mən bu balanı istəmirəm. Burasını saxla əlində. Saxla əlində. Ümmülbənin gəldi, varid oldu evə. Gördü ki, Əmir əleyhissalam balaca baladı Əbəlfəz ağa. Əbəlfəzi alıb qucağına. Qolların çırmalayıb, elə bunun qollarından öpey bu balanı. Ümmülbənin gördü, bətər ağlayır Əmir əleyhissalam. Dedi, Əli, mənim balam iradlıdır, ha, belə. Dedi, Ümmülbənin balanın iradını ağlamayam. Bu balanın qolları din yolunda qət olacaq. Qolsuz qalacaq meydanda. Başladı Ümmülbənin ağlamağa. İstəyən bunu deyən bir xəlvətdə bir Əmir əleyhissalamın məzlumiyyətini ağlayasan. Orada balası Hüseyin Zəhra o cürdür. Burada Qəmər-i Bəni Haşimə Ümmülbənin belədir. Axı niyə bu cür oldu Xudaya? Axı niyə bu cür oldu Xudaya? Qoy birini də deyim. Hərçəndir ki, bəhsidən çıxıyam. O zaman ki, Əmir əleyhissalam Kufədə vali idi. Kufədə əmiri, Kufədə məsnəd xilafətdə idi. Əmir əleyhissalam balası Zeynəb təfsir deyərdi Mədinədə. Bir gün xanım Zeynəb baxdı, gördü ki, Əmir əleyhissalam cindən baxır Zeynəbə. Amma elə ağlı, elə ağlı. Gəldi qabağa, dedi, ya əbə, ma yubkik, bə niyə belə ağlayırsan, baba? Ağlamalı bir şey yoxdur. Bəh. Ağla qoy fəzayı bu şəhri bu, ətr-i mənəviyə, əzadariyə əhli ver qoy bürüsünü. Dedi, qızım, bir cümlə deyəm, amma bilməyəm nə cür dözəcəksən. Dedi, qızım, kəənni biki və bi əshabiki səbaya bi hazəl bələd. Axı, Əmir əleyhissalam burayı lokuş fəlqita, pərdəni götürsələr, məzdət tu yəqina, mənim yəqinimi atmaz, nə var görüyəm. Dedi, qızım, elə bil görüyəm, səni bu şəhərə əsir gətiriblər. Zeynəb, baxıyam, görüyəm, karvanın qabağındasan. Qulaq as. Əli deməsəydi, mən deməzdim. Dey, qızım, baxıyam, görüyəm, əzillau xaşi'in. Qızım, görüyəm, elə zəlil olubsuz. Dalın hazırsan. Dedi, qızım, baxıyam sənə, görüyəm, başı elə salıbsan aşağı. Axı, Zeynəbi Kufətanə idi. Dalına bax, dalı məhşərdir. Dey, qızım, gör, Əmir əleyhissalam nə çəkib, ha? Gör, o Nəxlistanlardan nə qədər ağlayıb, ha? Gör, necə qəlbi varmış, ha, Həzrətim? Dedi, qızım, baxıyam, görüyəm, tətəxafətunə ən yətəxəttəfə bikumun nas. Görüyəm, Zeynəb, karvanın böyükləri elə müvazibdilər, qorxeylar, məbada bu uşaqlardan oğurlayalar. Niyə? Axı, adını qoymuşdular xaricin. Bu Əlinin balalarının qissəsi. Amma istəyəm, sənə bir cümlə ərz edəyəm. Elə ki, Zəhra dedi, ya Rəsulallah, bu bala ki, axırı bu cür olan, mən bunu istəməyəm. Peyğəmbər nə dedi? Bir cümlə dedi, Zəhra dedi, Rasiyə. Dedi, Zəhra, sənin bu balığın, boğazının, qanının müzdiyi imamətdir. Bah.
Dedi, qiymət istəməysən bu qana, Zəhra. Bu balanın boğazının, qanının müzdiyi, qiyməti imamətdir. İmamət nə mənədir? Əgər olmaya imamət, gəh yerində bəhs eləyək. Dindən hissat qalmayıb. Allah-u Teala Quranda Peyğəmbərə deyir, əgər vilayəti elan eləməsən, 23 ildə bizə heç iş görməyibsən. Fəma bəlləxtə risalətə, təbir elə risalətə. Bu imamət nəymiş? Qavqayı bəhs burada başlanır. Allah dey, əvvəl mənə de görüm, hansı pərçəmin altında sinə vırıbsan. Sonra mənə başda sən danış ki, sən hansı əhkama əməl eləyirsən. Əvvəl o deyil, bu cəmini sürüblər aparıyla. Bu cəminin içində ha sən. Denən namaz qılıyam, həccə gediyəm, oruç tutuyam. Olar. İmam-ı Sadiq ağa həcc eləyənlərə baxdı. Dedi, fəalun kəfəalil cahiliyyə. Necə cahiliyyətin həcci yoxdur? Cahiliyyətdə tohid var idi, yox. Risalət var idi, yox. Arasını bəhs edin. Zəhraya dedi, tabını dedi, Zəhranın üzü açıldı. Zəhra elə nişad tapdı, aya bu familçilikdir. Elə ki, Hüseyin dünyaya gəldi, Allah-u Teala göydən kado yolladı. Allah-u Teala göydən hədiyyə yolladı. O ki, töhfə apararsan, adın nə deyərsən? Biz kado deyərik. Allah gövdən Zəhraya kado yolladı. Kadoyu açdı Zəhra. Gördü Allah-u Teala Hüseynə 8 şey mərhəmət eləyib. Bu Zəhranın hədiyyəsidir Allah tərəfində. Xudaya, nə danışıyam mən? Xudaya, nə danışıyam? Nə sözdür bu deyəm? Birini oxuyam o 8-ün. Dedi Zəhra, Allah-u Teala deyir, cəaltuhu xavzinə vəhiy. Zəhra, mən sənin bu balığın qəlbin xəzinəyə vəhiy eləmişəm. Həzrəti Ayətullah Vəhid Xurasani ki, buraya yetişdi. Dedi, yəni Adəmdən Xatəməyincən nə hədə gövdən vəhiy nazil olub, hamısını yığmışam Hüseynin qəlbinə. İndi səni yad verirəm Allaha o zaman ki, gedəysən Qovdalı Qətliqahda roza oxumağa, gedəysən Kərbəlanın ziyarətinə, bil hansı Qovdala, bil hara qan tökülüb, bil hansı qəlbin qanı tökülüb deyə ora. Bunları bil ged ora. Bəli, mənim ustadım Həzrəti Ayətullah Pəhləvani mərhumdan sual elədim, ağa gediyəm Kərbəlaya, nə buyuraysan? Dedi, sənə bir rivayət oxuyam, buna əməl eləsən bəsindir. Dedi, get, rivayətdir, Fıratda qüsl elə. O ki, hotellər var orada, hamısının suyu Fıratdandır. Fıratda qüsl elə, yavaş-yavaş qədəmin götür. Elə ki, gəldin, yetişdin zərihinin kənarına, rivayət budur. Kanə kəmən zarəllâhə fi ərşə. Elə bil ki, Allahı ərşində ziyarət eləyibsən. Allahın ərşi nə mənədir? Allahın ərşi taxta tabaqdır. Budur. Allahın ərşi Allahın məzahiridir. Rivayətdə var, Allahın ərşindən böyük şey yoxdur. Və la yətəu ərşəhu qədəm. Bir qədəm çata bilməyib Allahın ərşinin üstünə. Allahın ərşi tamamı bu məzahir aləm Allahın ərşidir. Amma məzahir əvvəliyyə əhlidir. Allah o deyir ki, Əlidə zuhur tapır. Əmir Əleyhisselam deyir, Allahın məndən böyük ayəsi yoxdur. Kərbəlaya gedəndə Hüseyndə bu cür. Bu familçilikdir? Yox. Bu mətn-i-dindir. Bu eyni-dindir. Biri mənə dedi olardan, dedi filan kəs, nə deyilsiz, düz deyilsiz. Vəli ev içinin davasıdır, sıxatmayaq eşiyə. Ev davasıdır. Zəhradan danış yox. Zəhranın bir adını deyəm, amma kitab gərək yazsınlar.
Ay bu şəhridə əhli qələm olanlar. Yazın. Zəhranın bir dənə ləqəbi Tüffahətül Firdaus. Behiştün alması. Behiştün alması. Alma olmaq hünərdir. Nə çox alma. Yemək hünərdir. Nə çox yiyər. İşte bu nə idi? Qəşəh diqqət elə. Qəşəh buna diqqət elə. Elə ki Zəhra istəyik təkəvvün tapa. Yəni Zəhra istəyik vücud mübarəki hələ Xədicədə qurula. Allah-u Teala Peyğəmbərimizi apardı Meyraca. Apardı Meyraca. Meyraçda Ağa Rasulullah buyuruyor, məni apardı Tuba ağacının ətəyinə. Həzrət Rey, mən bu ağaca baxdım, gördüm, bu ağacın yaprağından əxzər yapraq yoxdur. Yəni göylükdə baş. Meyvəsinə baxdım, gördüm meyvəsindən əhla meyvə yoxdur. Yəni ondan şirini yoxdur. Ağaca baxdım, gördüm qərəsəhəllah Teala biyədi. Allah Cəbrələ deyib, sən çəkil gürağa. Mikailə deyib, sən çəkil gürağa. Özüm bu ağacı əkəcəyəm. Baxdım ətəyinə, gördüm səlsəbildən su içir. Bah, 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 bah. Ha? Allah neçə yerdə özü varı dolu bir şey. Vəl müdəbbirati əmra. Aləm müdəbbiri var aləmi. Allah müdəbbir qoyubdi hər şeyə. Belədir ki, öz yelə girək içəriyə deyə istəyən bu işi görəm. Quran ayəsini oxuyam. Amma neçə yerdə özü varı dolub. Biri şühədای Kərbəladır. Kərbəlada Mələkül Mövtə dedi, çəkil gürağa. Təvəllallah qəbzə ərvahihim biyədə. Allah dedi, özüm öz əlimlə bunların canını alacağım. Bah, 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 bah. Olar ya olmaz. Ha? Abis gəldi cəng eləyə. Cəng eləyəndə daş atdılar buna. Daş atanda paltarları çıxarmış. Yuxarı qismət tamam oldu lüt. Dedi, mənə daş vurək, sus. Amma o rəculun fikum, bir dənə kişi yoxdur. Gəlin qabağa, lüt getdi qabağa. Bunu elə ki, şəhid elədilər. Bunun başını kəstdilər. Başını gətdilər təllin üstünə. Təllin üstündən bunun başını ellətdilər. Həzzəti Ayətullah Ziya Abadi buyuruq, baş helləndi, helləndi, helləndi. Gəldi düz Hüseynin ayağının qabağında dayandı. Rivayət budur, Kərbəlada hər kəs şəhid oldu. Hüseyn gəldi ayağı ilə onun başının üstünə. Bu şəhid dedi, Hüseyn, hamının başının üstünə ayağı ilə gedibsən. Mənim başım gələcək sənin ayağının sorağına. Bah, 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 bah. Gör, Allah gərək öz əli ilə bunun canını alaya yox. Biri Zəhranın izdivacıdır, danışacağım. Hər kəs gəldi elçiliğə, Peyğəmbər vurdu, Zəhranın işi Allahın öz əlindədir. Mən eləyənmərəm. Hər kəs gəldi, dedi, Allah təslim tutacaq. Xoğadım. Allah-u Teala bu ağacı özü əkib. Peyğəmbər deyib, baxdım bu ağaca. Gördüm bu ağacın şaxələri, hər bir evi içi behişdə var. Hər müminin evi var. O evə bunun şaxəsi sayə salıb. Sallanıb şaxə. Bunların mənası var ha? Bunların mənası var ha? Belə xiyal eləmə Tuba deyəndə elə. Məsələn bir dənə biz gördüyümüz ağaçlardır. Qəziyə budur. Diqqət elə. Ağa Rasulullah buyuruyor, bu ağacın meyvəsin dərdilər. Verdilər mənə. Hamısı müqəddəmədir buna. Meyraca getmək, ağacı əhmək, ağac ocur olmaq, meyvəni verdilər mənə.
Elə ki bu meyvəni mən yedim, yedəcəyin Zəhranın nurun öz vücudumda ehsas elədim. Bah, 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 bah. O xada öpərdi Zəhranı Peyğəmbər. Ayşə etiraz elədi. Dedi, ya Rasul, o şəxsi ki gedibdi, o xanımi ki gedib izdivac edibdi, dedi, onu öpməzlər. Sən öpeysən. Dedi, Zəhradan mən behiş meyvəsinin iyisini alıyorum. Bah, 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 bah. Elə ki təcəvvün tapdı, gəldi yer üzünə. Soğuşuyam nə qədədən, bəhsi var burada çox əmik. Gəldi yer üzünə. Elə ki yer üzünə gəldi, Cəbrail nazil oldu. Dedi, ya Resulallah, 40 gün heç kəslə təmas tapmayacaqsan. Bizim dinimizdə ziddi əql yoxdur. Amma fövqi əql nə hədədəsən var. Bu danışqahlar, bu universitetlərin hamısı yığışa. Alan indi istəyə təhqiq eləyə. Nəzir olar biri ilə görüşmək? 40 gün bundan sonraki nütfədə əsər qoya. Yetişə bilər. Bizim dinimiz deyik, qoy deyim. Bizim dinimiz deyik, uşaq dünyaya gələndə uşağı tutan xanım, ki biz ona mama deyərik, qabilə deyərik. Həzrət Rey qoymayın o xanım qorxaq ola, zaban ola. Əgər o zaban oldu, uşaq da olacaq qorxaq. Bu dərinin dəriyə dəyməkliği nə cür amili intiqalı xülqiyyatdır? Hələ gərək diz yerə verəb bəşər eləyə bunları kəşf edir. Elmin içi cüz'i düşüb bəşərin əlinə. Rivayətdə var, Həzrət sahib gələndə 27 cüz mərdumun əlindədir. Yəni infizor-i elmi dünyada baş verir. Niyə? Qərardır, hükümət-i vahid-i cəhani düzələ. Əbzar-i hükümət-i vahid-i cəhani gərək. Soğuşuyam. Dedi, 40 gün heç kəsdən təmas tapmayacaqsan. Xədicəyə də de, Xədicə də əyləşəcək evdə, qapını bağlayacaq. Heç kəs Xədicə ilə təmas tapmayacaq. Allahu Akbar. Peyğəmbərimizin bir iyisi var, qəbrinin bir iyisi var. Allahdan istə, gedəsən Mədiniyə, o iyi alasan. Zəhra, Peyğəmbər dünyadan gedəndən sonra Zəhra Peyğəmbərə mərsi yox idi. Dedi, ya Resulallah, maza aləl müştəmmi türbətə Əhmədə, Allah yəşümmə mədəz zamanı qəvaliya. Ya Resulallah, sənin türbətin iyisin dadan, nə qədər bahalı iyi ola, onlara müştəri olmaz. O iyi alıbsan, üləmanın biri deyir, mən getdim bu iyi aldım, Peyğəmbərin hərəmindən bu iyi aldım. O ilə çıxdım hərəmdən. Elə çıxacağım bir nəfər bizim həm şəhrilərdən, həm vilayətilərdən məni görəcəyin əlini saldı mənim boynuma. Başladı məni öpbəyə. Elə əlini atdı boynuma, təmas tapdı məndən, bu iyi getdi. Bu iyi getdi. Bəşər nə başa düşür? Elə ki, Əmir əleyhissalamın anası Fatimə binti Əsəd gördü ki, Əli istəyir dünyaya gələ, xəbər verdi Əbu Talibə. Əbu Talib deyir, durdum gedəm neçə dənə xanım çağıram gətirəm. Bir də gördüm Hatifi nida elədi. Hatifi yəni o ki, səsini eşidəysən özün görməysən. Nida elədi. Dedi, ot yerində. İnnə vəliyyəllah la yəməssuhu yədu kafirin nəcis. Allahın vəlisin, kafirin əli haqqı yoxdur, ona dəyər. Bah. Nə əsrarı bu dində var? Bu dinin nə göçəklikləri var? Fürsət olan mən burada əyləşəm, 700 adabımız var. Dinin göçəkliyi elə bu adabdır. Bunlar gərək bəhs ola. Peyğəmbər dedi Zəhraya, Peyğəmbər dedi Xədicəyə, 40 gün heç kəs səndən təmas tapmayacaq. 40 gündən sonra göydən qəza gəldi. Cəbrail dedi, ya Resulallah, bu qəzanı Əli də yiyə bilməz. Bunu bir sən yiyəcəksən, bir də Xədicə yiyəcək. Niyə? Çünki qərardır, Allah-u Müteala bir dənə bir şahkar görsə də. Şahkar görsə də. İstəyir Zəhranı düzəldə. Gör nə qədər müqəddəmat. Xudaya.
Bunları ki nəql eləyəm sənə, rivayat-ı ammə bu xassədir ya. İstək Zəhranı düzəldə. Gör nə qədər müqəddəmatdır. Məlum olayı ki, asari var. Xudaya, bu sadəlikdədir. Bu sadəlikdədir, bəhs çox həssasiyyət yetişdi. Mən gərək asarı bu iki uşaq harda təkəvvün tapa? Hansı şəraitlə təkəvvün tapa? Gəh bunlardan mən bəhs eləyəm. Gəh bəhs eləyəm. Çox iş həssasiyyət yetişdi. İnşallah Teala mən vaxtı çox tutmayayım, azan yoxundan şey. Allah görsə bu bəhsin idaməsin. Sabahları gərək açıla ki, Zəhra niyə olub? Adı Tüffahətül Firdavs. Tabi işarə ola biləsən. Zəhra kimdir? İmam-ı Sadiq ağa buyurdu: İnnəllâhə xələqəhə min nuri əzəməti. Allah Zəhranı öz əzəmətinin nurundan xalq eləyibdir. Bəli. Öz əzəmətinin nuru ilə xalq eləyibdir. Zəhranın gövçəkliği Peyğəmbər buyurdu: aləmin gövçəkliğin yığalar bir yerə təcəssüm tapa olar mənim balam Zəhra. Zəhranı bir Peyğəmbər tanıdı, bir Əli tanıdı. Belə xiyal elədilər ki, Zəhra salamullah əleyha fədəş davası ilə Zəhranın şəni çox əcəlli idi. Bunlar döyürdü. Yergöz Zəhranın nuru ilə xalq olub, fədəkini ilə. Rivayətdə var, yergöz Zəhranın nuru ilə xalq olub. Elə ki, Əmir əleyhisselam Zəhranı dəfn elədi. İstəyirsən ağlayasan, Rovzan bu deyilə. Elə ki, Zəhranı dəfn elədi. Bir yerə baxdı. Bir də gövə baxdı. Dedi, Xudaya, ma əqbəhəl qəbra əvəl xəzra. Xudaya, yer gö nə çirkin olub Zəhradan sonra. Biləysən mənası nədir? Deyim, amma ürəkgərə partdı ya. Mənası budur ki, yəni Xudaya, cəmal-ı aləmi mənim əlimdən aldılar. Cəmal-ı aləmi aldılar əlimdən. İbn-i Sabbaq Şafii yazır, evə gəldi elə ki, gördü Zəhra evdə də yoxdur, dəfn eləyib gəlib baxı, əlini vəhşət bürüdü. Orada bir şeir oxuyub, deyib elə bil ki, mən zəkərtü əbavuddi və bittu kəənnəni birəddül humumul maziyati kəfilu. Dedi, Xudaya, elə bil bu gecə mən tamam aləmin qəmlərinə cavab verəcəyim. Gəldi evə, Zəhra da bəstərdədir. Zəhra ağlayır, Əmir əleyhisselam da ağlayır. Nə deyərlər ağlayanda? O ki bəstərdədir, o ki da ömrü qutarır, nə deyər ağlama. Amma gözünü açdı, Əliyə dedi, Əli ağla. Dedi, Əli mənə ağla və bir də mənim bu balalarıma ağla. Axı 18 sinində kim baladan doyar, Allaha deyə, Xudaya, day mənim canımı qutar. Bilməyəm nə çəlmişdi. Olar, Zəhranın işi tey əks oldu. Biri əgər gecə fot eləsə, saxlayıb günüz dəfn elərlər. Zəhra günüz fot elədi, gecəyə saxladılar. Birinin balası olsa, heç istəməz ayrılan. Amma bilməyəm nə oldu Zəhraya. Deydi, Xudaya, əccil əla vəfati səri'a. Nə ərz eləyim? Nə ərz eləyim? Yox, fəzur rəculu fi volde. Axı bir kişiyə ikram eləsin, gərək balaları ilə ikram eləyəsin. Bəli. Söz tulanıdır, Əmir əleyhisselama dedi, İbkini və bkillil yətama. Mənə ağla və bir də bu yetim balalarıma ağla. O yetim balalar da baxdılar, gördülər də Zəhra ayrılıq, əldən gedək. Da Zəhranın dövrəsini əslən tərk eləməkdilər. Xanım qahi gözünü açaydı. İmam Həsən ağanın o məsum dodaqlarından öpəydi. Qahi gözünü açaydı. İmam Hüseyin ağanın mübarək boğazından öpəydi. Qahi gözünü açaydı, əlin çəkəydi Zeynəbin başına. O qədər nigaran idi, vəsiyyət elədi. Dedi, Əli, məndən sonra bacım qızı əmaməni al. Mənim bu balalarıma mehriban olar. Dedi, mənim bu balalarıma ağla, amma birin heç yadından çıxartma. Ebkini və bkilil yatama və la tənsə. Və la tənsəni yaddan çıxartma. Kimi? Qətiləl əda bütafil əraqi. O balamı ki Kərbəladə su kənarında susuşur.
Nə qədər rozə xeyb Hüseynə. Allahu Ekber. Kəfən gətdin. Dedi bunu cəddimə gətiribdi Cəbrəil. Bunun biri özünün idi, biri bu da mənim idi. Əli bu da sənindir. Bu da Həsənindir. Xudaya hansı rozə oxuyum axı? Hüseyninki nədir? Hüseynə də bir köynək verdin. Zavanı halından deyib, bunu hər toxuşluğunda Hüseynə rozələr deyib ağlamışam. Elə ki, Yezid peşman oldu. İmam-ı Səccada dedi. Dedi, nə deysən cibran eləyim. Nə istəyisiz o cür eləyim. Qoşdu bir dənə də xoşaxlaq adama, dedi, hər yerə getsə bunlar apar. İmam-ı Səccad ağa neçə şey istədi, biri budur. Dedi, denəm mənim babamın paltarını versinlər. Dedi, nə qədər? Nə qədər? Pul istəsən əvəzinə verəcəm. Orada idi ki, Həzrət buyurdu, Rəfiha, bu paltarların içində o paltar var ki, mənim anam Zəhra özü toxuydu. Bəli. Balalar dövrəsində Əmir əleyhissalam ağlayı, Zəhra Əliyə dedi, Əli yoxunacaq. Yoxuna gəldi. Yoxuna gəldi. Əlin çəkdi, Əlinin gözünün yaşın hey sildi, vurdu sinəsinə. Əlinin gözünün yaşını sildi, çəkdi sinəsinə. Dedi, Əli, babamdan eşitmişəm, məzlumun gözünün yaşı şifadır. Qəşəh ərz ədəb eləyəcək xanımın məhzərinə büyünlər ya. Bəh. Əcəb xalis məclis. 3 nəfər ağladı. Onun ikisinin gözünün yaşını sildilər. Amma birinin gözünün yaşını silən olmadı. Biri Əmir əleyhissalam idi. Zəhra öz əli ilə qoymadı. Gözünün yaşını sildi, çəkdi sinəsinə. Bu biri. Peyğəmbərin qızı Rüqəyyə fot eləmişdi. Peyğəmbər onu dəfn eləyəndə Zəhra qəbrin kənarında belə ağlaydı, gözündən su axıydı. Peyğəmbər tez gəldi qabağa, Zəhranın gözünün yaşını özü sildi. Bu da 2. Amma biz rozaxanlar hər roza oxusoq, axırda gərək gedək, sorağı. Gərək gedək sorağı ərbabı bir kəfən. O kəfənsiz ərbabımızın sorağına gərək gedək Kərbəlaya. Gəldi Əbəlfəz ağanın cənazənin kənarına. Elə ağladı. Yazıylar cəaluhu fi mislil həlqə. Həlqə kimin Hüseynin dövrəsini tutmuşdular. Tabi kəs yox idi ki. Elə ağladı. Göz doldu su ilə. Duranda ayağa, əlin qoydu belinə, gəlir xeymələrə tərəf. Gedəndə ata minmişdi, amma da gələndə bir əli belində idi. Bir əli də atın o sarında. Elə ki, gəldi, yetişdi o təllə, hazırsan bu roziyə. Gördü o balaca balalar, Hüseynin gözünün yaşını görəcək. Yazıylar Əba Abdullah Hüseyin ağa elə özü tez gözünün yaşlarını sildi də axır pənah qatı yaxı. Ondan sonra gəldi xeymələrə tərəf. Heç kəsin cürəti olmadı qaça qabağa. Heç kəsin cürəti olmadı. Fəqət Hüseynin o üstünündə balası qaçdı qabağa. O balanı belə çox istərdi. Elə çox istərdi. Üzün tutdu Hüseynə. Dedi, baba, həlləkə elmun bi əmmiyəl Abbas. Baba, əmim Əbəlfəzdən xəbərim var. Xudaya inayət elə. İnayət elə rozənin həssas yeri buradı. O cür ki, balıya əlaqəsi var idi, balıya baxmadı. Elə idamə verdi. Hüseynin dalına düşdü xanımlar. O balaca balada gedək babanın dalı sıcaq. Xudaya görək hara gedəcək Hüseyin. Gördülər düz gedək Əbəlfəz ağanın xeyməsinə tərəf.
Elə ki o sütunu yatırtdı, bir də gördülər Zeynəb vurayı başına, dey aman əzəsi. Əla lənətullah aləl qavmid zalimin. Xudaya günahlarımıza gələmi əffi çək. Xudaya bu iradətləri bir cavab qoyma. Xudaya bu ehtiram-ı Məhəmməd-i Ali Məhəmməd açılmayan qapılar, müstəcab olmayan dualar, köhnə dualar, açılmayan günlərə, bu günləri be ehtiram-ı Zəhra salamullah aleyha inayət elə. Xudaya hər kəsin ürəyində nə hacəti var, be ehtiram-ı Hazreti Zəhra salamullah aleyha buradan çıxmamış baraburdə be xeyr elə. Xudaya səni and verdik hürmət-i Zəhraya. Xudaya dualarımızı həbs eləmə. Xudaya bizə qəzəb eləmə. Xudaya bizə baş qoşma. Xudaya üzü bizdən döndərmə. Xudaya hər nədir məvane isticabəti dua sən biləysən biz bilmiyor. Xudaya onları büyünləri bərtərəf elə. Âli-tərin inayəti ki Fatimiyyədə birinin halına şamil elərsən, bu cəmin halına şamil elə. Xudaya nəsillərimizi salih elə. Xudaya nəslimizdə bidin qərar vermə. Binamaz qərar vermə. Saxır-içən qərar vermə. Mürtəd qərar vermə. Əmir əleyhissalamın düşmənlərin qərar vermə. Ağvalidin qərar vermə. Özümüzü, nəslimizi halal tükədən ayrı salma. Əmir əleyhissalamın vilayətindən ayrı salma. Xudaya bu cəmin nəslində mürəvvicin din, mürəvvicin əhkam qərar ver. Xudaya bu məmləkəti İmam Zaman ağanın xas inayəti ilə özün tamam afətlərdən hifz elə. Onlar ki təsərrüf eləyiblər bu məmləkətin pak torpağında ermənilər. Xudaya xar-ı zəlil-ü müzvəhil elə. Xudaya əsrəy vaxtı da azadiyə Qərabağı bu cəmə, bu millətə Xudaya bərat elə. Hər yerdə şiələr giriftardılar, məxsusən Əraqda, Lübnanda, Əfqanistanda, Pakistanda. Xudaya onlara inayət elə. Hər yerdə müsəlman giriftardı, Xudaya onlara xas inayət elə. Aləm-i İslamın izzətin, iqtidarın ucaraq elə. Xudaya zəvil hüquqilərimiz, şühədalərimiz, müəllimlərimiz, əsatidimiz, valideynimiz gərik rəhmət elə. Onların ki haqqı var boynumuzda, qiyamətdə yaxamız yolların əlinə vermə. Xudaya səni and veririk Hüseynin ehtiramına bizi su'ul aqibiyə mübtəla eləmə. Xudaya hər evdə sıxıntı var, qəm var, qüssə var. Səni ad veririk Zəhranın gecəki nalələrinə. O evlərə, o zindəciklərə qüşayiş mərhəmət elə. O şiələri ki pis keçiniblər, bərzəxdə giriftar olublar. Həzrət vurdu bərzəxdə bizim sizlə işimiz yoxdur. Şəfaət axirətdədir. İddəxərtu şəfaəti. Şəfaətimi Həzrət buraya zəxirə eləmişəm. İmam buraya zəxirəni haçan çıxardarlar? Axırda çıxardarlar. Bərzəx öz öhdəzədir. Allah o şiələri ki bərzəxdə giriftardılar. Həsrətdilər bir dəfə la ilahe illallah deməyə. Onlara Zəhraya xatir inayət elə. Ağamız Mevlamız sahibər əsr və zamanın zuhurunda təcil mərhəmət elə. O zamanı ki Həzrət rəcət eləyəcək, rəcətdə bizi Həzrətin qulluğunda olanlar, rikabında olanlardan qərar ver. Xudaya Həzrət hər yerdə anasına əza saxlay. Xudaya bizi də onun savabında şərik elə. Həzrətin dualarına bizi məşmul elə. Xudaya Həzrətin dualarına ki qapılar açılıb, be tüfeyli Həzrətin duaları bizim duaları da müstəcab elə. Xudaya gözümüzü Həzrətin cəmal-i ədimul misali ilə işıqlı elə. Məqam-ı müəzzəm rəhbəri Xudaya tamam bəlalardan hifz elə. Təsir nəfəs şövkətin artıqraq elə. Məraci izam xas inayət elə. Onlar ki ümidinə gəlirlər, ümidləri mübəddəl və ya sələmə.
به احترام صلوات بر محمد و آل محمد.